Biz Ərəfat çölünə yola düşürük. Allah Teala cəmi arzusunda olan hər kəsə, xalqımızın bütün vətəndaşlarına Allah bu gözəl, müqəddəs məkanın ziyarətini nəsib eləsin. İnşallah bizlə dəyərli şəxsiyyətlər, dəyərli ağsaqqallarımız, ziyalılarımız bizlə bu səfərdədir. O cümlədən Abdullah müəllim, Hacı Elman qardaşım istəyərdik ki, onların da öz ürək sözlərini, həcclə bağlı təəssüratlarını inşallah bizlərlə bölüşsünlər. Buyurun Abdullah müəllim. Bugün onu diyeyim ki, bugün bütün dünya Müslümanları üçün bir müqəddəs gündür. Sabah Ərəfat günüdür. Qafqaz Müslümanları İdarəsinin heyəti tərkibində indi yola düşürük Ərəfat düzünə. Ben onu deyə bilərəm ki, bu bizim bütün zəvvarlarımızda böyük bir ruh yüksəkliyi var. Allah'a çok şükürler olsun ki, bu günü bize nasip ediyor. Ve diğer ürəyindən keçən, istəyi olan adamlara da bunun nəsib olmasını arzu edirik. İnşallah nəsib olar. Və Allah hamımıza ziyarətini qəbul etsin. Amin. Və sağ-salamat öz yurdumuza, öz vətənimizə dönür. Amin. Amin inşallah. Allah qəbul eləsin. Allah bütün arzu edənlərə qismət eləsin. İnşallah sağ-salamatlıqla bu əməlləri yerinə yetirək. Düzü ağ və fərə evimizə, işimizə qayıdaq. Bayrağımız həmişə ucu olsun. Sağ ol Azərbaycan. İnşallah. Sağ olun. Sağ olun. Allah qəbul eləsin. Salam aleyküm, akşamınız xeyir olsun. Allah hamıdan ibadətləri qəbul etsin. Həqiqətən biz qaldığımız yer, göstərilən şərait, yeməklər hamısı yüksək səviyyəlidir. Allah ölkəmizə razı olsun. Allah təsəvvürdən razı olsun. Bu şartımızı göstərdilər. Biz de inşallah ki, bu gecə çıxırız Ərəfat dağa və hamıya bunu arzulayırıq. Allah qəbul eləsin. Allah sizden de razı olsun. Hacı. Bizim nezirler, bütün cəbbarların necələri belə yola verirsiniz. Hamı öz dilində danışdırırsınız. Çok sağ olun. Allah ibadətimizi, ziyarətimizi qəbul eləsin. Amin. Salam aleyküm. Mən bir Azərbaycan xalqının övladı olaraq mən çox şadam ki, bu günləri mən bu həcc ziyarətindəyəm. Çox gözəl qardaşlarla, çox gözəl yoldaşlar tanıdım və burada çox, necə deyim, sevinirəm ki, buradayım. Allahın evinə gəlmişik, ibadət eləməyə gəlmişik. Buna çox sevinirəm. Bütün gənclərə tövsiyə edirəm ki, bu yolda olsunlar, inşallah ziyarətə gəlsinlər. Bağışlayan Rəhmanın adıyla hər kəs salamlayıram və mənə danışmaq çox çətindir. Çünki bugün mindən çox Azərbaycanlı ehram geyinib və qurban kəsməyə hazırlaşır. Bəllidir, Allahın tövbə qapısı yerindən, məkanından asılı olmayaraq hər zaman açıqdır. Amma bizə Allah nəsib etdi ki, biz gələk buradan tövbə edək. Gələk günahlarımızı bağışlayaq. Gələk vətənimiz üçün Allahdan hər zaman güclü və qüvvətli, qüdrətli olmasını dua edək. Gələk dövlətimiz üçün birliyimizi qorumağımız üçün dua edək. Allah bunu bizə nəsib elədi. Biz də dua edirik sizlərə ki, inşallah Allah sizlərə də bunu nəsib eləsin və gələn dəfələrdə, gələn hac ziyarətlərində siz də bizlərlə bərabər olasınız. İnşallah. Yeter ki dualarınızı bizdən əks eləməyin. Biz də sizlər üçün bol dua edəcəyik. Sizləri ən böyük bağışlayana əmanət edirəm. Bizim bu ziyarətimizi, ilahi ziyafəti Allah bizlərdən qəbul eləsin inşallah. Amin. Allahın ən müqəddəs bir məkanına, Ərəfat səhrasına yola düşürük. Elə bir yerə gedirik ki, ilahi məqamdır. Allahın huzuruna tam hazır bir vəziyyətdə Allahın huzuruna gedirik, ehram paltarı ilə. Özümüzü Allah'a tapşırırıq, Allah'ımıza həvalə eləyirik. İlahi, sən necə istəyirsənsə, sən məni bu şəkildə görmək istəyirsən, mən sən istədiyin formada sənin huzuruna, sənin dərgahına üst tutmuşam. Sənin ilahi rizən bir qəzaik, sənin mənim üçün hər nə rəva görürsənsə, hər nə mənim üçün istəyirsənsə, mən ona razıyam. Mən özümü təslim edirəm. Həcc Allahın, necə İslam dinimizin, İslamın kəlməsi təslimiyyət deməkdir. İlahi məqamda bir insan, bir mömin, bir müsəlman
İslam gətirirsə, müsəlman olursa, özünü Allahın huzurunda Allahına təslim eləyir. Bugünkü gündə həcc onların, o rükünlərin ən ali dərəcəsidir, ən ali səviyyəsidir ki, bugün biz özümüzü Allahımıza təslim edirik. Biz özümüzü Allahımızın huzurunda görürük. İlahi, üz gətirmişik, ləbbeyk deyə inşallah biz niyyət edəcəyik indi bir neçə andan sonra və biz tam olaraq bütün dünyada nə varımızdırsa, hamısını kənara qoymuşuq. Heç birini fikirləşmirik. İlahi, yalnız sənə üst tutub, sənin huzuruna gəlirik və sənin dedikləri və razıyıq. İnşallah niyyət edirik. Həccətül İslamın həcc-i təməttündə ehram bağlayıram. Qürbətən ilallah. Ehramlarınızı Allah inşallah qəbul eləsin. Ləbbeyk Allahümmə ləbbeyk. Ləbbeyk lə şərikə ləkə ləbbeyk. İnnəl həmdə və ni'mətə ləkə vəl mulk la şərikə ləkə ləbbeyk. Ləbbeyk Allahümmə ləbbeyk. Ləbbeyk lə şərikə ləkə ləbbeyk. İnnəl həmdə və ni'mətə ləkə vəl mulk la şərikə ləkə ləbbeyk. Allah qəbul eləsin inşallah. Allah bütün xalqımızın, bütün fərdinə, tək bətəkinə Allah bu müqəddəs məkanın ziyarətini nəsib eləsin. Allah övladlarımıza, balalarımıza bu müqəddəs məkanın ziyarətini nəsib eləsin. Allah xalqımızı, millətimizi hər zaman uca eləsin. Allah dövlətçiliyimizi, dövlət başçısının canını sağ eləsin. Bu şəraiti bizlər üçün yaradan idarəmiz, başda Şeyx Həzrətləri olmaqla, o cümlədən həcc missiyasının rəhbərliyi, Hacı ağamız, Əjdər qardaşımız, Allah can sağlığı versin. Allah'a ant verirəm öz cəlalına, pərvərgar aləm, gələn günlərimizi hər zaman belə bir müqəddəs məkanlarda qərar versin. Dualarımızın, ibadətlərimizin qəbul olması haqqında Muhammed, Ali Muhammed'e salavat diyelim. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Bugün hem de bir daha diyeyim ki, Cavanşir kardeşimizin, şəhid balamızın anası bizlə bir yerdədir. Digər şəhid valideynləri var. Fərid kardeşimizin anası bizlə bir yerdədir. Və Lalə anamızın da balası Cavanşir kardeşim bugün doğum günüdür. Allah o şəhidimizə rəhmət eləsin. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Bugün artıq Zilhiccə ayının 9-cu günüdür. Acılarımız qismət olsa Ərəfat çölünə yola düşürük. Allah Allah cəmi arzusunda olan bütün vətəndaşlarımıza, mümin müsəlmanlara Allah Teala bu müqəddəs ziyarəti qismət eləsin inşallah. Və həmçinin bizim hacı xanımlarımız, o cümlədən bizim şəhid analarımızdan Lalə ana, Cavanşir şəhidimizin bugün doğum günüdür. Allah şəhidimizin ruhunu şad eləsin. Və bugün də Cavanşir qardaşımızın anasına nəsib olub. Lalə xanım bu ziyarətdədir. Allah Teala inşallah onun həcclə bağlı təsiratlarını inşallah dinləyək. İnşallah Allah hamının ziyarətini qəbul eləsin. Allah hamımıza can sağlığı versin. Vətənimizi Allah qorusun. Bayrağımız həmçə yüksəklərdə dalğalansın. Allah prezidentimizə can sağlığı versin ki, bu vətənimizi layiqincə qoruya bilsin. Qafqaz Müsəlmanları İdarəsinin rəisi Allah şükür Paşazadəyə təşəkkürümüzü bildiririk ki, bizi təşkil edib, bu gözəl məkana, bu gözəl müqəddəs yerlərimizə gətirib. Allah bütün zəvvallarımıza can sağlığı versin. Bugün artıq ilahi ziyafətin
ilk mərhələsini yaşayırıq hacılarımız. Bir neçə andan sonra inşallah Ərəfat səhrasına vüquf etmək üçün inşallah ziyarətə yola düşəcəklər. Allah ad verirəm Cəlalına, bütün arzusunda olan hər kəsə Allah bu müqəddəs məkanın ziyarətini qismət eləsin inşallah. Allah bütün xalqımızın dəyərli hacılarının bu ilahi ziyarəti öz dərgahında qəbul olunmuş ziyarətlərdən qərar versin.